Əl-Əla, Ən Uca surəsi Məkkədə nazil olmuşdur. 19 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Səbbih ismə rabbikəl ə'lə. Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut. Dillə onun paklığına sitayiş et, qəlblə onu hər bir eyb və nöqsandan pak bil və ona məxsus adları ondan başqasına aid etmə. O adları təhrif etmə və nalayiq yozumlar etmə. Əl-ləzî xaləqə fəsəvvə. O kəs ki, hər bir varlığı xəlq etdi və onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq qaydaya saldı, nizamladı. وَالَّذِي قَدَّرَ فَهَدَى. Və o kəs ki, hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından bir əndazə, ölçü qoydu. Beləliklə də onları öz kamilliklərinə doğru yönəltdi. وَالَّذِي أَخْرَجَ الْمَرْعَى. O kəs ki, yerin köksündən otlaq çıxartdı. فَجَعَلَهُ غُثَاءً أَحْوَى. Al-əlvan rənglərə boyandıqdan sonra onu qara rəngli, quru çöl-çöpə döndərdi. سَنُقْرِئُكَ فَلَا تَنْسَى. Ya Peyğəmbər, tezliklə sənə bütün Qur'anı əzəli elmdə və lövh-i məhvuzda olan əsl tənzimi ilə oxudarıq. Belə ki, əsla unutmazsan. İllə mə şəəəlləh. İnnəhu ya'ləmul cəhrə və mə yəxfə. Allahın istədiyindən başqa ki, əsla istəməz də, lakin onun qüdrəti daim məhvuzdur. Həqiqətən, o aşkar olanı da, gizli olanı da bilir. وَنُيَسِّرُكَ لِلْيُسْرَى. Və səni dəvətdə və hidayətdə olan ən asan yol üçün hazır və müyəssər edərik. فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى. Əgər öyüd nəsihət fayda verəcəksə, onlara öyüd nəsihət ver. سَيَذَّكَّرُ مَن يَخْشَى. Allahdan qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd nəsihət alacaqdır. وَيَتَجَنَّبُهَا الْأَشْقَى. Ən bədbəxt şəxs və Allahdan qorxmayan ondan, öyüd nəsihətdən uzaqlaşar. الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَا. Sonra isə orada nə həqiqətən öləcək və nə də rahat yaşayacaqdır. قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى. Həqiqətən nicat tapdı o kəs ki, özünü fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən pak etdi, təkamülə yetişdi və zəkat verdi. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا. Lakin siz o nicatın sorağına getmirsiniz, əksinə, siz dünya həyatını üstün tutursunuz. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى. Halbuki, axirət daha xeyirli və daha baqidir. İnne hâzâ lefis-suhufil ûlâ. Həqiqətən bu deyilənlər, mənəvi paklıq və nicat, öyüd nəsihət və namaz, dünyanı axirətdən üstün tutma, bütün keçmiş səmavi kitablarda yazılmışdır.
صحف إبراهيم وموسى. İbrahimin və Musanın kitablarında.